Salam uşaqlar, part 3 daha bir məsələnin izahına baxırıq. Bu birinci qrupun imtahan sualıdır. Deməli 9-da deyir ki, 20 qram kalsium oksigində tam yanmasın neçə qram kalsium oksid alınır? İlk öncə hər bir metal deyilərkən, yəni pozitiv metallardan gümüş, qızıl, platin nəzərdə tutulmur. Oksigenlə reaksiya edir, yəni oksigəndə yanır, alınır kalsium oksid. Burada 2 oksigen olduğu için buraya bir 2 atırıq. 2 kalsium olduğu için de buraya 2 atırıq. Və kalsiumun 20 qram olduğu bildirir bizə. Kalsiumun üstə yazırıq 20 qram. Amma kalsiumun öz emerini necə taparıq? Kalsium ayrı 40-dır. 40-ı vuracaq 2-yə, buradakı 2-yə 80 qram. 80 qrama neçə qram kalsium oksid düşər? 2 vurulsun. Kalsiumun oksidin emeri nə qədərdir uşaqlar? 40 üstə gəl 16. 56. Eləcək nə qədər? 112. Bəs 20 qrama nə qədər düşəcək? X. 80 qram kalsium yananda 112 qram kalsium oksid alınırsa 20 qramından nə qədər alınır? X alınır. 4 dəfə az, 112-ni də 4-ə böləndə eləyəcək nə qədər? 28. Cavab olacaq A variantı.